Bismillahirrahmanirrahim ve bihi nestaîn. Hamınızı salamlayıram. Hoş gəlmisiniz. Bayramınız mübarək olsun. Əslində onu demək istədim ki, danışmaq mənim üçün həm çətindir, həm də çox asandır. Asandır ki, mən bilirəm ki, ətraflı bunu neçə yerdə tədqiq edirəm, bilirəm. Çətin odur ki, cild kitablar yazılır. Çox təəssüf olsun ki, insanlar o kitablara müraciət edəmirlər. Xıdır Nəbi haqqında, bu bayram haqqında cild kitablar yazılır. Özü böyük alimlərimiz biz. Ona görə dəqiq onun tam mənasını o qədər geniş mövzudur ki, bilmirsən, hardan başlayırsan, birinci hansını deyirsən, bu cür həddindən artıq qalın kitablar var və gözlərim. Hələ baxaq bizim ədəbiyyatları, tarix qalsın bir yana. Baxaq bizim ədəbiyyatları. Hansı klassik Xızır Peyğəmbərin adını çəkməyir? Həzrət Fərqəzadə ən çox. Bəli. Məsələn, Nizami Gəncəvi, Məhəmməd Füzuli. Məhəmməd Füzuli deyir ki, ayağın türbəsindən feyzi tapdın, söyləyin Xızrə. Xızrə deyin ki, könül hazırdır, abi həyata rəhnuman olsun. Nəsimi deyir ki, çün Xızrı həyati əbədi bulmaq umarsan, can təndə ikən, çeşməyi heyvan tələb elə. Bütün şairlərdə hələ bir klassik şair yoxdur ki, şeirində o. Ən güclüsünü Nizami Gəncəvi yazıb. Kim getsə, İskəndərnamə poemasına baxsa, oxusa, orada Xızırla İskəndərin qaranlıq dünyaya, zülmət aləminə gedib, dirilik suyu axtarmalarından söhbət gedir. Yəni, ab-ı həyat suyu Nizami Gəncəvi çox geniş yazıb. Həsr edib buna, bölmələr, fəsillər həsr edib buna. Ona görə də, yəni biz Xızır deyəndə, Xızır bizim nübüvvətdə 124 min Peyğəmbər, yəni ki, Allah göndəribdir. Bu şərti bir rəqəmdir. Onun 25'inin adı Quranda seçilir. Yəni 25 Peyğəmbərin adı Quranda seçilir. Xızır Peyğəmbərin adı Quranda yoxdur. Və bir də mən sizə deyim, amma Kəhf surəsi var Quranda. Onun haqqında orada söhbət gedir. Onun haqqında, Xızır Peyğəmbərin haqqında orada söhbət gedir. Bizim, yəni, demək olar ki, dinimizdə belə bir qayda var. Bizim 4 nəfər Peyğəmbərimiz diridir. Xızır Peyğəmbər ki, biz deyirik, gəlir, gözləyirik onu. Çünki Xızır Peyğəmbər dirilik suyu için. Ab-ı həyat bir sudur ki, həyat suyu deyirlər, yəni əbədi həyat suyu. O da Xızır Peyğəmbərlə İlyas Peyğəmbərə, yəni qismət olurdu. İlyas Peyğəmbər, yəni xəbərlərdə belə gəlir də, rəvayətlərdə daha doğrusu, İlyas Peyğəmbər dənizdədir, Xızır Peyğəmbər səhrada. Bəziləri deyirlər ki, bunlar iki qardaşdırmı? Bunlar rivayətdir, 100%'dir, ancaq bir dövrdə olurlar. İlyas da dənizdə batanlara necat verir. Hamısı batanlara yox ha. Səhrada da hamısı çətinliyə düşənləri yox. İlahi tərəfdən kimə məsləhətdir necat vermək? Onlar kömək edirlər. Bu ikisi, üçüncü İdris, dördüncüsü də siz buyurduğunuz kimi İsa Peyğəmbərdir. Bunlar ölməyiblər. İsa'nı dilə qara çəkdilər filan. İsa'nı asmana çəkiblər. Allah göyə aparıb İsa'nı. Bu 4 nəfər Peyğəmbər diridirlər. Bir də bizim 12-ci imamımız Mehdi sahib zaman. O qeybdədir. Şimdi bunları deməkdə bir siz dediniz. Çünki bu Xızır həm Peyğəmbər olduğuna görə, həm də biraz bunda gəl edirəm, bu dini bayramdır. Dini bayram hesab olunmur. Bu milli bayramdır. Azərbaycan xalqının milli bayramı. Azərbaycanda Məhəmməd Peyğəmbərdən sonra ən çox sevilən Xızır Peyğəmbər. Xıdır Zində və yardımcısı ya. Kim gedib bunu bilmirəm, getməyib. Abbasullah Abaşxanov Gülüstan yerlərdə Xıdır Zindəni yazır ki, Musa Peyğəmbərlə Xızır Peyğəmbər Quranda Kəhf surəsi var. Əshab Kəhf surəsi. Kəhf surəsində bu barədə məlumat verilir ki, Musa Peyğəmbərlə Xızır Peyğəmbər görüşürlər. Abbasullah Abaşxanov deyir ki, həmin görüş Azərbaycanda olub. Musa qayası deyirlər orada. Yəni həmin o Xıdır Zindəni nəzərdə tutur ki, o məsələn tarixi əsərdir, orada işarə edirlər. Bu nöqteyi nəzərdən, amma
çox təəssüf olsun ki, bizim də o günləri görmüşük. Sovet vaxtında Novruz bayramı ki, qadağan idi. Sonra evlərdə hansı keçirirdilər. Hamısı Novruza hazırlıq, qoğal, şəkərlər. Amma resmi deyildi. Qadağan idi. Bunu ben de demək istəmirəm. Amma insanlar bilirdi, onu gizli də olsa keçirirdi. Sonra resmi oldu. Allah Şəxəli Qurbanovda rəhmət etsin. Amma elə bu da Xızır Nəbi biraz çox sıxdılar. Novruz kimi yox. Çünki Novruzda yəni ki, hələ bir Peyğəmbər imam adı yox idi. Yəni ki, ancaq bu Xızır Peyğəmbərin adıdır. Amma Sovet vaxtı bunu qadağan elədilər, yəni sıxdılar. Ancaq eləyirdilər, onlar da gizlin eləyirdilər. Səbəbdə Xızır Peyğəmbərdir də gəlir. İndi siz bir nüqtəyə toxundunuz Şaxlıbaba, yaxşı nöqtədir. Mən deyim, çünki bizi onu gizlətdilər Xızır Peyğəmbərdir olduğuna görə. Şaxlıbabanı qoydular ortaya. Mən onu demək istəyirəm. Bizi aldatdılar bir növ ki, Şaxlıbaba gəlir. Şaxlıbaba kimdir? Heç kim. Şəxsiyyətdir, yox. Obrazını da düzəltdilər özlərindən, qoydular. Uşaqları da onu sevdirdilər. Mən demirəm, yəni mən əleyhinə deyirəm. Uşaqların sevinci var orada, bir bayramdır, bir ənənədir, işim yox bunlarda. Yəni o sözü görə deyirəm ki, biz bunu ona görə tanımadıq. Onu verdilər qabağa, onu təbliğ elədilər. Uşaqlarımız, balaca yetmələr dahi Şaxlıbabanı görən, tanıyan, öyrənən, sonra Xızır deyəndə inanar, inanmaz. Bu nöqteyi nəzərdən, yəni bu söz düzdür, bu mənadır düzdür. Amma bu günləri. Xızırdan istəyirdik. Bəli. İndi başqa bu uşaqlarımızın özümüzdə Şaxlıbaba. Əhsən. İndi bu, əhsən. Burada bir, ona görə məntiqi... Mən qeyd edildiğim mənası nə idi bunun? İndi bu yandan da gətirək biz ki, Xızır Peyğəmbərin gəlmə söhbəti var. Bir böyük çillə var, bir kiçik çillə. Kiçik çillədə, yəni fevralın biz də götürək belə təxminən 1-dən 20-sinə isə. Kiçik çillə nə deməkdir? Məsələn, bizdə bəzən görürsən ki, çillə bayramımız mübarək, çilləmiz var. Bu söz düzgün sözdür. Çillə mübarək demək yaxşı sözdür. Xızır Nəbi bayramı mübarəkdir. Ne üçün? Çillə sözünün mənası çehil, 40 sözündəndir. 40 da 40. Bilirsiniz də, var misal üçün, qış gəlir, neyi mübarək ola bilər? Qış, qara qış. Qışın oğlan çağı ne üçün deyirlər? Sərt olmağına görə. Qara qış işlənir ifadəsi, həmin bir çillələrdə. Çillə nədir? Çillə çetinlik, əzab, əziyyət. Uşağın çiləsi çıxıb yanına adam girəməz. Girsə yaxşıdır, əzab olacaq, neysə olacaq. Misaldır, filan kesi çillədən çıxardı, çilləyə düşür, gəl ertəzə, gəl evlənə gəl. Bilirsiniz də sunulabdır. Deməli, çilləyə mübarək deməzlər. Mübarək sözünün mənası budur ki, bərəkətlidir, bərəkətli olsun. Bu necə bərəkət? Bu əziyyət, çətinlik bərəkətli olsun. Çillə üçün deyərlər ki, çilləmiz xeyr olsun. Belə demək lazım. Çilləmiz xeyr olsun, xeyirliyə tərəf olsun. Ancaq bu bayramdır ki, vardı, Binəy qəlbində atları çəkildi o rayonların. Deməli, Xızır Peyğəmbər gəlir. Xızır sözü də Xəzra sözündəndir. Yəni yaşıllıq. Xızır sözünün mənası yaşıllıq deməkdir. Onun adı, çünki o Xızır müjdəsidir. Müjdəçi, baharın müjdəsini götürür gəlir. Onun möcüzəsi də yaşıllıqdır. Yəni o gələndə əsasını hara vursa və ya dediğin sözü Şaxlıbaba hara vurursa donur, buradan götürürlər onu, çeviriblər, düzəldirlər. O da əsasını hara vursa yerə, ağaca falan yer. Onun adı da yaşıllıqdan gəlir, özü də yer. Həm də Novruzun müjdəsini getirir. Ona görə də bizim Azərbaycan, Türkiyədə, bütün Türk dilli xalqlarda bu bayram keçirilir. Amma necə keçirilir? Qədimdə biz necə keçirilirdi bu? İnsanlar o, yəni ki, dediyimiz bu günlər ki var, gəlir. Bu özü də bu gün Xızır Nəbi bayramıdır. Yəni, nə mənada? Yəni, bu hazırlıq deyirlər buna. Onun gəlməyinə insanlar hazırlıq edirlər. Necə hazırlıq edirlər? Qədimdə bu cür edirdilər. Evləri hamısı ağardır. Ağardırlar, ağardırda ağlıqdan gedir söhbət. Ne üçün? Xəbərdə boz at dedizə, Xızır Peyğəmbər ağ libasından gələcək. İnsanlar evlərini pakləyirlər, ağardırlar. Onun gəlmi kimin evi ən təmiz olsa, Xızır Peyğəmbər onun evinə qonaq gələcək. Hamı da istəyir ki, onun evi təmiz olur. Bizdə Novruz bayramı qabaq edəmirik. Həmin oradan durur. Bu Novruzdan da qabaq olan bayramdır. Bizim bu milli bayramımız. Hamısı ağ, qurban
alırlar, qurbanlar kəsirlər, kasıblara əl tuturlar. Niyə görə? Bu Peyğəmbər gələcək, savab işlər görə, bəlkə mənim bu savab işlərimə görə küsürlər barışdı, onun oruzda bunun ne qaramsı burada var. Yəni ki, bu Peyğəmbəri gözləyirlər ki, o gəlsin, müjdə götürsün. Bir de o çillə sözü dedik biz. Bu çillə, yəni çox fikir vermirlər buna. Çillə, məsələn, ox yoxdur, kaman. Əyri belə də kamanı oxu qoyurlar. Bu kamanın bir adı yaydı. Biz yayı qoyduk. Yayı qoyduk, hara qoyduk? Çillə-i kamanı. Çillə onun ipidir, yayının. Bu da kaman da yay deməkdir. Ox, yay. Bu oxu qoydu, çillə-i kamanı. Baba bunu çəkir və belə də atmaydan ötürü. Həm bu uzunluğu bildirir. Bu uzanmasa, bu iş əmələ gəlməsi. Həm uzunluğu bildirir, həm də ki bu yayın qışa zamanı bildirir. Əhsən. Yayın qışa olan zamanı göstərir. Burada bir çətinlik də var. Buna çəkəndə qol ağırdır, hər kamanı çəkmək olmur. Biri budur. O biri də dedim sizə ki, çillə mübarək yox, çillə xeyirli olsun. Bu nöqteyi nəzərdə, yəni bu bayramda mənəvi dəyərlər, yaşıllıqdır, süfrəsi hamısı otdan, çiçəkdən, güldən, səməni, bakın səməni qoyurlar. Səməni çörəyi var, qədimdə deyirlər, səməni çörəyində kimin yadında var, ya oxuyub eşidib. Əziz Cəfərzadənin böyük bir, yəni ki, məqaləsi var. Elə bu Xızır Nebi bayramı, mənəli yadıma düşdürdü, işarə edirdiniz. Yəni ki, o məndən xahiş edir, ilk dəfə neçə il bundan qabaq Məşədqəri məscidində mən ki, o mənə sən Xızır Nebi bayramını keçirginə. Bəli, biz orada yüksək səviyyədə neçə il onun sağlığında keçirmişdik. Yəni bu bizim milli mənəvi dəyərimizdir. Bu bayramda insanlar paklaşır, bu bayramda insanlar birləşir, rəhmət ayıdır, gözəl ayıdır. Bu nöqteyi nəzərdən sadəcə tək söhbət yeməkdən gedir. Neyse, bu süfrənin yaraşığıdır, maddi, əlbəttə ki, maddi, mənəvi. Hər iki qida bizə lazımdır. Bunun qaydası ancaq güldən, çiçəkdəndir. Məsələn, süfrəyə amma göyərti, gül, çiçək, yaşıl olan bitkilərdən bezirlər. Bu xoreyləri də yaşıl olan bitkilərdən olur. Yəni meyvələrdən və s. Yəni bunun böyük bir savabı vardır. İndi çox sağ olun ki, yəni deyirəm, bu böyük bir mövzudur. Mən deyirəm ki, 5-6 kəlmə deyim, yormayayım sizi. O dediklərim də oradan düşdü. Biz 70 il, 80 il biz Leylinə baba dedik. Həqiqət arasında bizi ucur, komünist dövründə bizi ucur təqdim edilmişdir. Ancaq biz əsl baba, Şah İsmail Xətaini bizə düşmən kimi göstərdilər. Amma biz öz milli, mənəvi dəyərlərimizə bu günləri qayıtmalıyıq. Hamımız bilirik, yaşlılar da bilir. Amma gələcək nəslə ki, övladlarımız var. Bunları görək biz belə bir məclislərlə öz övladlarımıza, yeniyetmələrə, cavanlara bunları başa salır. Bayramımız bir daha mübarək olsun.